adamlar, qoy belə deyək də, zəhmətkeşdir, torpağa bağlıdır, işgüzardır, əkib becərməyi, qurmağı, yaratmağı sevəndir. Amma hüquqi baza olmadığı üçün, insanların hüquqi biliyindən gedir söhbət, olmadığı üçün çox təəssüf ki, bunu inkişaf elətdirə bilmirlər. Misal üçün, torpaq islahatları aparıldı, cənab Ulu Öndərin dövründə 1998-ci ildə hər kəsə pay torpaqları verildi. 2000-ci ildə bələdiyyələr yarandı. Hansı ki, o pay torpaqları vətəndaşlara verildi ki, onlar özləri öz təsərrüfatını qura bilsinlər. Eyni zamanda da paralel olaraq mülki məcəlləyə 2000-ci ildə dəyişikliyi oldu və həmin məcəlləyə görə vətəndaşlar lazım bilərsə, özləri könüllü olaraq bir təsərrüfat yarada bilərlər, torpaqlarını birləşdirə bilərlər. Tam doğru. Qaçaq nəbi deyirik, əkəndə də, yiyəndə də deyir, ortaq qardaş. Bax, həqiqətən də bərabər edə bilərlər. Bax, bunu hüquqi maariflərindən apara bilsək insanlar. Bu bir ayın içində 7 ailə qayıdıb öz evlərinə.